Bu gün futsalı keçən sizinlə. Futsal. Baxın, bu futsal meydançasıdır. Futsalın birinci yaranmasından başlayaq. Futsal nə deməkdir? Futsalı elə bir ki, salonda oynanılan bir idman növüdür. Zalda qapalı bir məkanda oynanılır futsal. Futsalın yaranma tarixi başlayır 1930-cu ildən. Yaranma tarixi başlayır. Juan Carlos tərəfindən Uruguayın Montevideo şəhərində meydana gəlmişdi 1930-cu illərdə. İlk beynəlxalq yarış 1965-ci ildə keçirilib. 65-ci ildə. Və bu futsal oyunun iki təşkilatçı keçirdi. FIFA yarışlar təşkil edir. Bir də var AMF. AMF ki, bu 34 ölkənin birləşdirilməsidir. 34 ölkənin birləşir və onlar təşkil edir bu yarışı. Əvvəl bu yarışı təşkil edən FIFUS adlanır. Bu FIFUS'dan yaranma tarixi başlayır 1971-ci ildə. Braziliyada yaranıb. Və 1982-ci ildə 82-ci ildə ilk dünya çempionatı keçirilib Braziliyada və ev sahibi də Braziliya qalib gəlir. Və o vaxtda çempionat 3 ildən bir keçirilirdi. İndi hal-hazırda 4 ildən biri təşkil olunur. Və dünya çempionatı FIFA dünya çempionatının elə bir 1983-cü ildə ABŞ-da Futsal Federasiyası qurulub. 1983-cü ildə. 1983-cü ildə qurulub. Bu o vaxtı bu adlanırdı mini soccer, mini futbol adlanırdı. 1988-ci ildə 88-ci ildə futsal FIFA-nın üzvü olub. Və bunu mütləq yadda saxlayın. Bunlar nə vaxt yaranıb bunu yadda saxlayın. 1930-cu ildə Juan Carlos tərəfindən əsasən. İlk dəfə dünya çempionatı 1989-cu ildə təşkil edilib FIFA futsal üzrə. 1989-cu ildə təşkil edilib. Və harda keçirilib? Hollandiyada. Və qalib gəlib də Braziliya komandası. Dünya çempionatı da 4 ildən bir təşkil olunur. 2021-ci ildə dünya çempionatı Litvada keçirilir və Portuqaliya komandası qalib gəlib. Dünya çempionatında 24 komanda iştirak edir. Avropa çempionatında 16 komanda. 16. Ən çox dünya çempionatına qalib gələn Braziliya olub. Braziliya komandasıdır. İlk dəfə Avropa çempionatı 1996-cı ildə təşkil olunub. 1996-cı ildə keçirilib və təşkil olunub. 96-cı ildə. Və ən çox da Avropa çempionatına qalib gələn İspaniya komandası olub. 7 dəfə. İspaniya komandası 7 dəfə qalib gəlib. Bu oldu tarix. Azərbaycanda yaranması bunun başlayır hardasa 1950-ci illərdən. Yaranması başlayıb Azərbaycanda 1950-ci illərdən yaranması olub. Azərbaycan Futsal Federasiyasının prezidenti Zaur Axundovdur. Zaur Axundov. Və meydançaya keçək. Meydançanın uzunluğu deməli adi yarışlarda, baxın adi yarışlarda minimum 25, maksimum 42 metr ola bilər. 42. Eni isə bu enidir. Eni 16, 25 metrdir eni. 16-25 metr. Beynəlxalq oyunlarda uzunluğu 38, minimum, maksimum 42 metrdir. 42 metrdir maksimum. Eni isə
20 metrənin 25 metrəyə. 25 metrədir. Qapı, indi qapıya keçək. Ümumiyyətlə, qapı xətlər, ağ xətlər var. Ha. Ağ xətlərin eni hamısı deməli 8 santıdır. 8 santıdır hamısı. Xətlərin eni 8 santıdır. Qapının ölçüləri 3 metrənin 2 metrədir qapının ölçüləri. Qapının ölçüləri 3-ün 2-dir. Və meydança 2 hissəyə ayrılır. Meydançanın radiusu, baxın bu radiusu 3 metrədir. 3 metr radiusu. Qovs var bu. Yarım qovs. Bunun isə radiusu 6 metrədir. 6 metrə. Radiusu 6 metrədir. Topun çəkisi 440 qramdır. 440 qramdır. Çevrəsi 64 santimetrdir. Çevrəsi topun. Və top elə bir ki, oyun başlanılır, qapılar necə seçilir? Qapılar üçqatma atılır və qapılar seçilir. Ondan sonra top mərkəzə qoyulur və hakim fitindən sonra topa toxunulur və oyun başlanılır. Bir komandanın heyətində 14 oyunçu olur. 5 əsas, 9 ehtiyat. Oyunçu dəyişiyinə burada məhdudiyyət yoxdur. Və futsal oyunda qeyri-olimpiya idman növüdür. Çünki olimpiya proqramına daxil deyil futsal oyunu. Və əvəzetmə zonası var. Əvəzetmə zonası, baxın bu əvəzetmə zonasıdır. Əvəzetmə zonasının uzunluğu 5 metrədir. 5 metr əvəzetmə zonasının uzunluğudur. 5 metr. Oyunçu əvəzetmə baxın bu zonada baş verir. Əvəzetmə zonasında. Və texniki, burada var texniki zona və əvəzetmə zonası. Bu əvəzetmə zonası, bunun qarşısında texniki zona var. Texniki zona mövcuddur. Oyunçuların nömrələnməsi 1-dən 15-ə kimi olur. Oyunçuların nömrələnməsi. Və oyun 2 time davam edir 20 dəqiqə. 2 time 20 dəqiqə davam edir. Hissələr arası fasilə 15 dəqiqə verilir. 15 dəqiqə hissələr arası fasilə verilir. Özür istəyirəm. 2 dənə 20 dəqiqə oynanılır. Bəli. 20-20. 2 hissədən ibarətdir. Bəli. 20 dəqiqə oynanır. 2 hissə 20 dəqiqə 20. 40 dəqiqə ümumi 40 dəqiqə oyun keçirilir. Əgər əsas hissədə oyunda əsas hissədə heç hissə olsa, o zaman 2 dəfə 5 dəqiqəlik oyun təşkil olunur. 2 vur 5. 2 dəqiqə 5 dəqiqə, 2 dəfə 5 dəqiqə 5 dəqiqə oynanılır. Yenə bərabər olsa, bunların arasında oyundan sonra bəli. Aslında fasilə 20 dəqiqə olar da. Yoxdur. 20 dəqiqə 15 dəqiqə. 15 dəqiqə. 15 dəqiqə fasilə olur. 15 futbolda kimi 15 dəqiqədir. Və 2 dəfə 5 dəqiqə 5 dəqiqə oynanılır. Yenə deyək heç hissə oldu. Əlavə hissədə onda penaltiyə gedirlər. 5 nəfər penalti zərbəsini vurur. 5 nəfər. 5 penalti zərbəsi olur. Hər hissədə bir time-out götürmək olur. 1 dəqiqə. 1 dəqiqə. Hər hissədə bir time-out götürülür 1 dəqiqə müddətində. Və qapılar nə vaxt yerlərini dəyişdirilir? Birinci hissənin sonundan sonra yerlər dəyişdirilir qapıların. İndi keçək kartlara. Birinci sarı kart. Xəbərdarlıqdır. Xəbərdarlıq olundu. İkinci sarı kart verildi, avtomatik qırmızı kart verilir.
oyunçu oyundan kənarlaşır və komanda 2 dəqiqəlik azlıqla oynayır. Komanda 3 qırmızı kart alsa, 3 qırmızı kart, onda məğlubiyyət verilir komandaya. Texniki məğlubiyyət. Və minimum burada neçə oyunçu olmalı ki, oyun davam etsin? Deməli, 3 oyunçu olmalı ki, oyun davam etsin. Bir qapıçı deyil, 2 dənə də oyunçu. Minimum 3 oyunçu olmalı ki, oyun. Amma 2 oyunçu qaldı, nədir bu? Məğlubiyyətdir. Məğlubiyyətdir. Top yandan çıxdığı out sayılır. Top xəttin üzərinə qoyulur və oyuna daxil edilir. Futsal oyununda oyundan kənar vəziyyət yoxdur. Bunu yadda saxlayın. Top tavana dəydi, çıxmış sayılır. Hansı tərəfdə tavana dəyibsə, oradan xəttin üzərinə qoyulur, top oyuna daxil edilir. Birbaşa başlayanda deməli qapıdan qapıya qol futsal oyununda deməli var. Və oyunu 4 hakim idarə edir. 2 əsas, 2 masa hakimi. Masa hakimi kimdir? Xronometristdir. Ki, orada saniyə ölçəndir, masa hakimi. Birinci hissədən sonra sıfırlanan və ikinci hissədə yaxud da əlavə hissədə olan elə bir ki, follar hesab olunur. İkinci hissəyə kimi sayılır. İkinci hissəyə kimi keçmiş sayılır. Növbəti, sərbəst zərbə var, zərmə zərbəsi var. Sərbəst zərbə nədir? Sərbəst zərbə yüngül qayda pozuntusudur, kontaktsız qayda pozuntusu baş veribsə, o zaman sərbəst zərbə təyin olunur. Sərbəst zərbədən birbaşa qapıya qol vurulsa, qol sayılmır. Kiməsə toxunmalıdır, keçməlidir ki, qol sayılsın sərbəst zərbəsində. Zərmə zərbəsindən də birbaşa qapıya qol vurulsa, zərmə zərbəsi sayılır. Zərmə zərbəsində. Zərmə zərbəsində kontaktla. Kontaktı var, gəldi ayağına təpik vurdu. Onda zərbə zərbəsi olur. Amma sərbəst zərbə budur ki, sənin kontaktın yoxdur. Ki, qayda pozuntusu pozmusan. Kontaktsız qayda pozuntusu. Onda harada qayda pozuntusu baş veribsə, top oradan qoyulur və vurulur. Sərbəst zərbə. Müəllimimizin sonra top ələ dəyəndən sərbəst zərbədir. Bəli. Bəli. Və kün zərbəsi. Baxın, kün zərbəsi. Kün zərbəsidir. Kün zərbəsi. Kün zərbəsində top qoyulur və kün zərbəsi vurulur. Kün zərbəsi zamanı oyuncular 5 metrə aralı durmalılar topdan. 5 metrə. Kün zərbəsindən birbaşa qapıya qol vurulsa, qol sayılır. Amma kün zərbəsinə öz qapısından qol vursa, o zaman qol sayılmır, rəqib küncdən oyunu davam edir. Kün zərbəsindən oyunu davam edir. Onda. Outdan birbaşa qapıya qol vurulsa, qol sayılmır. Top çıxmış olsa, birbaşa qapıya qol vurulsa, qol sayılmır. O zaman. Çünki kiməsə toxunmalıdır, keçməlidir. Ki, qol sayılsın. Onda. Növbəti. Zərmə zərbəsi baxın, hansı hallarda olur? Rəqibə hücum edir, rəqibin üzərinə hoppanır. Onda nə olur? Zərmə zərbəsi verilir. Zərmə zərbəsi. Ya da və yaxud da rəqibə badalaq qoyursa, onda da rəqibə təhlükəli şərait yaradır, sürüşmə fəndi edirsə, onda nə olur? Zərmə zərbəsi təyin edilir. Zərmə zərbəsi olur. 6 metrlik zona.
6 metrlik zonada qayda pozuntusu baş verilibsə 6 metrlik cərimə zərbəsi təyin edilir. Cərimə zərbəsi təyin edilir. Bu 6 metrlik cərimə zərbəsi təyin edilən zamanı deməli hansı hallarda qol sayılır, hansı hallarda qol sayılmır. Baxın, mən 6 metrlik cərimə zərbəsini vururam və mənim oyunçum müdaxilə edir. Baxın, mənim oyunçum müdaxilə edir və əgər qoldursa, mənim oyunçum müdaxilə edirsə, qoldursa, o zaman cərimə zərbəsi təkrar edilir. 6 metrlik cərimə zərbəsi təkrar edilir. Amma qol deyilsə, müdafiəçi komandaya verilir. Sərbəst zərbəli müdafiəçi komanda oyunu davam edir. Qol deyilsə. Qoldursa Müəllim, deməli yadda müdaxilə saxla. edilən nəyə nəzərdə tutursun? 6 metr sahəyə girişi. Onun təsiri varsa, bax sahəyə girdi, onun təsirinin altında qol oldu. Mən vurmalıyam, gəlib Kamran sən də sənin təsiri altında qol oldu, müdaxilə etdin. Yəni Hücum eyni edən- komandanın oyuncusundan söhbət Eyni gedir komandanın da. oyuncusu və eyni komandanın oyuncusu hücumçudan söhbət. Bəli. Toxunuş Hücumçudan- olmalıdır oraya da. Bəli. Bax, tutam ki, Kamran sənlə mən oynayırıq və mən vurmalıyam da cərimə zərbəsini. Onda sənin gəlib sənə müdaxilə edirsən, mən vuran zaman müdaxilə edirsən, topa sən də vurdun, onda sənin təsiri altında, təsirin varsa, qol olubsa, onda o qolu saymırlar. Deyirlər, təkrar edilir zərbə. Zərbə təkrar verilir. Amma qol olmasa, müdafiə olunan komanda sərbəst zərbi ilə oyun davam edir. Rəqib oyunu davam edir sərbəst zərbi ilə. İndi sərbəst cərimə zərbəsini mən vururam, deyək Kamran da rəqib komandadır. Əgər mən vuran zamanı qolu Kamran müdaxilə etdi rəqib, onda qol sayılır. Amma qol olmasa, o zaman 6 metrlik cərimə zərbəsi təkrar edilir və müdafiə olan komandaya qarşı da xəbərdarlıq olunur. Qapıçı qaydanı pozursa əgər, mən qol vururam və qapıçı qaydanı pozur. Qoldursa qol sayılır, qol deyilsə cərimə zərbəsi təkrar edilir və qapıçıya xəbərdarlıq edilir. Topu arxaya vurur. Baxın, mən topu arxaya vururam. Əgər qoldursa, müdafiə olunan komandaya xeyrinə qol sayılmır. Çünki müdafiə olunan komanda xeyrinə sərbəst zərbə təyin edilir. Nümunə kimi deyək, mən arxaya topu ötürdüm. Arxaya ötürdüm, deməli bu qayda pozuntusudur. Məndə bu qol sayılmayacaq. Əgər mən qapıya qol vursam, qol sayılmayacaq. Amma qol vurulmasa, onda müdafiə olunan komanda xeyrinə sərbəst zərbə təyin edilir. Müdafiə olunan komanda. Hər iki halda, yadda saxlayın. Top arxaya vuruldusa, hər iki halda müdafiə olan komanda sərbəst zərbə ilə oyun davam edəcək. Çünki qol sayılmayacaq. Topu arxaya vurmaq olmaz, qabağa vurmalısın. Alladıcı, bax bunları yadda saxlayın. Alladıcıdır, manevr edirsə, zərbən yanlış oyuncu tərəfindən gəlib vurur. Tutalım ki, mən vurmalıyım, gəlib Kamran vurur. Deyirəm, gəl sən vur. Alladıram, manevr. Zərbən ya başqa oyuncu vurursa, qapıcı və yaxud da zərbən bu hallarda zərbən yanlış oyuncu alladıcı manevr edilirsə, hər iki halda qoldursa, qol deyilsə, müdafiə olunan komanda sərbəst zərbə ilə oyun davam edir və digər komanda, digər oyuncuya xəbərdarlıq edilir. Qapıcı və yaxud da zərbən yerinə yetirən oyuncu eyni vaxtda qayda pozursa, qapıcı və yaxud da baxın, qapıcı ilə eyni anda zərbən yerinə yetirən oyuncu qayda pozuntusu pozursa, eyni anda qoldursa, qol sayılmır. Müdafiə olunan komandaya verilir və sərbəst və xəbərdarlıq edilir. Hansı oyuncu zərbə vurursa xəbərdarlıq edilir. Əgər qoldursa, qol deyilsə 6 metrlik cərimə zərbəsi təkrar edilir və həmin oyuncuya qarşı xəbərdarlıq edilir. Bunu belə yadda saxlayın, bir daha təkrar edirəm. Əgər hücumçu, baxın bu futbolda da var, 11 metrlikdə də.
Bu birini yadda saxlasaz avtomatik o digərləri də yadda qalacaq. Bir daha təkrar edirəm. Hücum edən komandanın oyunçusu, bax mən vururam. 6 metr cərimə zərbəsi. Mənim oyunçumdan gəlib müdaxilə edirsə, hücum edən komandanın oyunçusu müdaxilə edirsə, o zaman zərbə təkrar edilir. Qol deyilsə, müdafiə olan komanda xeyrinə sərbəst zərbə təyin edilir. Müdafiə olan rəqib sərbəst zərbə ilə oyun davam edir. Əgər müdafiə olunan komandanın oyuncusu müdaxilə etsə, mən qol vururam. Mənim rəqibim müdaxilə etsin. Qol vursam qol sayılır. Onun müdaxiləsi varsa qol sayılır. Mənə daha yaxşı. Ki onun da müdaxiləsi var ki, qol oldu. Mən qol vura bilməyəcəkdimsə, o mənim əvəzimə elə bir kömək etdi, qol oldu. O da qol sayılır. Amma qol deyilsə, 6 metrə cərimə zərbəsi təkrar edilir. Həmin o müdafiə olan komandaya qarşına, oyuncusuna qarşı nə olur? Xəbərdarlıq olunur. Qapçı qaydanı pozursa, mən qapçıyam, Kamran vurur 6 metrəlik. Mən qayda pozunusu pozdum. Qoldursa, qol sayılır, qol deyilsə 6 metrə cərimə zərbəsi təkrar edilir. Topu arkaya vurur. Top arkaya vurulur. Qoldursa, müdafiə olan komanda xeyrinə sərbəst zərbə təkrar edilir. Sərbəst zərbə təyin edilir daha doğrusu. Qol deyilsə, müdafiə olunan komanda eyni vəziyyətdə qol deyilsə, ikisi də eyni haldır. Müdafiə olunan komandanın xeyrinə sərbəst zərbə təyin edilir. Sərbəst zərbə nədir? Topu qoyursan və harada ki biraz qayda pozunusu baş veribsə, oradan top vurulur qapıya. Və kiməsə toxunmalıdır, keçməlidir ki, qol sayılsın. Anladıcı, zərbə yanlış oyuncu tərəfindən yerinə yetirilirsə, müdafiə olunan komandaya xeyrinə sərbəst zərbə təyin edilir və xəbərdarlıq olunur oyuncuya. Qolsa qol deyilsə, hər iki halda. Qapçı və yaxud da zərbəni yerinə yetirən oyuncu eyni anda qayda pozunusu pozsa, onda müdafiə olunan komandaya qarşı sərbəst zərbə təyin edilir və xəbərdarlıq edilir. Əgər qol deyilsə, 6 metr cərimə zərbəsi təyin edilir. 6 metrlik. İndi bu oldu bizə 6 metrlik cərimə zərbəsində qayda pozuntuları. 6 metrlikdə. Və baxın, bu 6 metrlik nöqtədir. Cərimə zərbəsi burada olur. Əgər bu sarı sahədə qayda pozunusu pozulubsa, onda 6 metrlik cərimə zərbəsi təyin edilir. 10 metrlikdə necədir? Bir dəqiqə. On metrəlikdə də komanda belə deyək, 5 qayda pozunusu pozdusa, 6-cıda 10 metrəlik cərimə zərbəsi təyin edilir. Və Bir sual verim mən. Bu qayda pozuntusu təmaslı və ya təmassız fərqi yoxdur da. Bəli. Çünki qayda pozuntusudur. Bəli. Və 10 metrlik nöqtədən penalti vurulur. Baxın, 10 metrlik nöqtədən penalti vurulur. 10 metrlik. Və 10 metrlik penalti vurulan zamanda oyuncular 5 metrə aralıda dayanmalıdırlar. 5 metrə aralıda dayanmalıdır topdan. Burada da eyni qaydadır. 6 metrlikdə də. Qoldur, qol deyil. Hücum edən komandanın, baxın, oyuncusu qayda pozunusu pozsa, o zaman